Bugünkü dərsimiz olacaq bağlayıcılar. Dediyimiz kimi, hər bir köməkçi nitq hissəsinin öz funksiyası var. Qoşmadan danışdıq, dedik ki, qoşmalar qoşulduğu sözlə bərabər müəyyən mənaçaları formalaşdırır. Bağlayıcıları isə sözləri, söz birləşmələrini və cümlələri bağlamağa xidmət edir. Cümlələri əlaqələndirir deyək. Bağlayıcının əsas funksiyası sintaks hissədir. Nəzərinizdə saxlayın. Bağlayıcılar quruluşca sadə də ola bilir. Məsəl üçün, da bağlayıcısı, də bağlayıcısı, yəni və biraz qarışdırılan həmçinin. Bundan yana bir də mürəkkəb ola bilir. Mürəkkəb. Ən rahatı ayrı yazılanlar mürəkkəbdə, amma ayrı yazılmayanlar da var. Məsəl üçün, halbuki, nəinki formada mürəkkəb yazılanlardır və yaxud da ki, belə ki və s. Bunlar bizim mürəkkəb bağlayıcılarımız olacaq. Nəzərinizdə saxlayın nəyi? Bağlayıcıların əsas funksiyası, yəni getdi, nəyi bağlayacaq? Bağlayıcılar tabesiz mürəkkəb cümlənin üzvlərini bağlaya bilir, iki cümləni bir-birinə. Tabesizdən başqa tabeli mürəkkəb cümlənin tərəflərini də bağlaya bilir. Eyni ilə bağlayıcılar həmcins üzvlərin tərəflərini də bir-birinə bağlaya bilir. Və biz görürük ki, tabesiz mürəkkəb cümlədən də, tabeli mürəkkəb cümlədən də, həmcins üzvlərdən də biz harda danışırıq? Sintaksisdə danışırıq. Sintaksisdə danışdığımıza görə biz artıq bağlayıcı haqqında belə deyirik. Sintaktik funksiyasına görə, baxın, morfoloji deyil, bunu nəzərinizdə saxlayın. Sintaktik funksiyasına görə bağlayıcılar iki yerə bölünəcəklər. İki yerə ayrılır. Qoşa nöqtə. Birincisinin adını qoyuruq biz tabesizlik bağlayıcıları. İkincisinin adını qoyuruq biz tabelilik bağlayıcıları. Bunlar nəyi bağlayır? Tabesiz bağlayıcıların əsas funksiyası tabesiz mürəkkəb cümlənin tərəflərini bir-birinə bağlamaq, həmçinin həmcins üzvləri bir-birinə bağlamaqdan ibarətdir. Tabelilik bağlayıcıları isə ancaq tabeli mürəkkəb cümlənin tərəflərini bağlamağa xidmət eləyir. Bu, ümumi bizim bağlayıcı haqqında giriş üçün bilməli olduqlarımızdır. İndi biz keçid eləyib bir-bir bunların təhlilini aparacağıq. Birinci danışırıq tabesizlik bağlayıcılarından. Tabesizlik bağlayıcıları. Deməli, hansılardır? Birincisi, birləşdirmə bağlayıcısıdır. Birləşdirmə. Hansılardır birləşdirmə bağlayıcıları? Və ilə. Həmçinin ilənin qısaldılmışı olan lə olacaq. Nəyi bilməlisiniz? Yadınızda saxlayın ki, bu lalə, buradan belə yazacağım, bu lalə ancaq həmcins üzvləri bağlamağa xidmət edir. Həmcins üzvləri bağlayır yazıram, əlaqələndirir, bağlayır. Bu nə deməkdir? Lalə bağlayıcısı tabesiz mürəkkəb cümlənin tərəflərini bağlamır. Nəzərinizdə qalsın. Yazıram. Mürəkkəb cümlənin tərəflərini bağlamır. Bağlamır. Aha, biz laləni necə fərqləndirə bilərik?
O haqda da biraz danışaq. Nəzərdə saxlayın ki, nə və nə də lalə heç bir halda vergülü sevmirlər. Yəni, vergül işarəsi gəlirsə lalədən sonra, ilədən sonra bu bağlayıcı ola bilməz. Nəzərdə qalsın. Və ümumiyyətlə vergüllə işlənə bilməz. Hətta vergülü əvəz eləyə bilir və nəzərdə saxlayın. Məsəl üçün, Rahib və Rüstəm dostdur. Dostdur. Bunları da artırmalıyam mütləq şəkildə bura. İndi artıq bağlayıcıdan danışmaq olar. İndi diqqətli olun. Lalə. Mən belə bir şey yazıram. Yazırıq ki, bura Fuadla deyək ki, Fuadla Samir danışırlar. Bir də yazıram ki, Əli ilə deyək ki, Azad barışdı. Diqqətli olaq, nəyə görə bunları yazdıq? Hər ikisində lalə var. Hər ikisində var. Nə etdilər, danışdılar? Artıq sual yaranır. Kim? Onlar. Kim? Fuadla Samir. Deməli, burada lalə olacaq bağlayıcı. Burada nə etdi? Barışdı. Kim barışdı? Azad. Kim barışdı? Əli ilə Azad yox. Kim barışdı? Azad barışdı. Kimi ilə barışdı? Əli ilə barışdı. Əli ilə barışdı. Burada lalə isə qoşma olacaq. Deməli, nəyi nəzərimizdə saxlayırıq? Əgər ikinci söz, lalədən sonra gələn söz mübtəda vəzifəsində və canlı insanı bildirirsə, lalə bağlayıcı olmaq üçün xəbər cəmdə işlənməlidir, mütləq. Əgər lalə bağlayıcı deyilsə, qoşmadırsa, xəbər artıq təkdə işlənmiş olacaq. Bu formada laləni fərqləndirin. Və yaxud da ki, əgər vergüllərlə işlənilibsə, məsəl üçün deyirəm ki, sənlə, onunla və filan kəslə danışmaq xoşdur. Burada lalə artıq bağlayıcı olmayacaq. Lalə burada qoşma olacaq. Qoşma. Burada da qoşma. Nəzərdə saxlayın. Deməli, laləni vergüldə görürsünüzsə, vergüldən əvvəl gələn laləni ya qoşma kimi götürəcəksiniz, ya zərf düzəldən leksik şəkilçə kimi götürəcəksiniz, amma buna bağlayıcı kimi yanaşmayacaqsınız. Bu belə. İkinci gəlir inkar bağlayıcıları. İnkarlıq bağlayıcıları hansılardır? Nə də və nə də ki. Mürəkkəb bağlayıcı. Deməli, inkarlıq bağlayıcısı işlənən cümlədə xəbər mütləq şəkildə, əgər sırf inkar bağlayıcısı varsa, ədat falan qoşmuram bura, xəbər mütləq şəkildə təsdiqdə olmalıdır. Bu formada nə danışdım, vergül, nə də belə deyək ki, qulaq astı. Fikir verin, mən demədim, nə danışmadım, nə qulaq asmadım. Dedim, nə danışdım, nə də qulaq astı. Deməli, burada qrammatik norma pozulmayıb, hər şey yerбə yerindədir və nəyə diqqət edəcəyik? Nə gəldi, nənin aid olduğu cümlə bitdikdən sonra ikinci nədə gələndə, yəni ikinci inkarlıq bağlayıcısı gələndə, ikinci inkarlıq bağlayıcısından əvvəl vergül qoyuldu. Vergül işarəsi bu formada qoyulur. Keçdik üçüncüyə. Üçüncünün adını qoyaq, iştirak. İştirak bağlayıcıları hansılardır? İştirak bağlayıcıları da, bu üstü iki deyil. Həm də, həmçinin o cümlədən sonra nəinki özü də və salvələr. Bunlar əsas etibarilə bizim iştirak bağlayıcılarımızdır. Deməli, başqa nəylərə baxacaq? Bunlarda ən çox bizə lazım olan danı
dəni bir-birindən fərqləndirməkdir. Necə fərqləndirə bilərik? Buradan nümunələri verməyə çalışacağım. Deməli, uşaqlar, baxın, əgər cümlədə dadə gəlibsə, yəni bizim qabağımızda bir da, bir də qalıbsa, həmin dadəni olduğu cümləyə həmçinin əlavə eləməyə çalışın, həmçinin. Əgər həmçinin əlavə eləyə bilirsinizsə, bağlayıcı kimi götürəcəksiniz. Yox, həmin danın və dənin olduğu cümlədə dadənin özün biraz artırıb dana formasına və dənə formasına sala bilirsinizsə, bunu götürəcəksiniz artıq ədat formasında. Məsəl üçün, deyirəm ki, qələm də al. Qələm də al deyəndə deyə bilərəm ki, həmçinin qələm də al. Bəli, deyə bilərəm. Ayrı yazılıb dadə, mütləq ayrı yazılmalıdır və burada bağlayıcı funksiyasında çıxış etmiş olacaq. Bir də deyirəm ki, eyni şey. Bunu belə yazaq, daha rahat olsun. Aldığın qələmdir. Qələmdir də. Burada nə deyirəm? Qələmdir dənə deyə bilirəm. Deməli, burada artıq ədat funksiyasında çıxış eləmiş olacaq. Təkrar edirəm, nəzərinizdə qalsın. Əgər dadəni dana, dənə ilə əvəzləyə bilirsinizsə, ədatdır. Əgər olduğu cümləyə həmçinin artıra bilirsinizsə, bağlayıcı kimi işlənmiş olacaq. Mütləq şəkildə bunu nəzərdə saxlayın. Bir dənə belə bir məqam var. Əgər belə bir şey düşsə, necə də gözəldir. Gözəldir. Burada yadınızda saxlayın ki, dadə necə dənə deyə bilmirsiniz, amma dadə burada ədatdır. Çünki necə özü də ədatdır. Bunlar ikisi ədat funksiyasında çıxış ediblər. Necə də ədatdır. Burada qüvvətləndirici ədat nəzərinizdə qalsın. Bu belə. Bir də yadda saxlayın ki, dadənin birincisi gələndə heç bir şey vergül qoyulmur, amma artıq sadalama funksiyası yerinə yetirəndə mütləq şəkildə vergüldən danışacağıq biz. Necə danışacağıq? Deyirəm ki, mən də gəldin desəm vergülə ehtiyac yoxdur. Amma mən də, sən də razıyıq desəm, razıyıq. Burada nə olacaq? Birincidən sonra vergül qoyulacaq. Heç vaxt sonuncu dəyədən sonra vergül qoyulmaz. Sonuncu dəyə kimi bütün dəyələrdən sonra vergül qoyular, sonuncu dəyə toxunmamaq lazımdır. Bu belə keçdik. Eyni ilə bunu biz həm də üçündə keçərli eləyə bilərik. Həm mən gəldim, vergül, həm də o gəldi. Amma həmçinin deyə o cümlədən də bunlar vergül tələb eləməyəcəklər. Burada özüdən də yazdıq. Keçdik 4. Dördüncü olacaq bölüşdürmə bağlayıcıları. Bölüşdürmə bağlayıcıları hansıdır? Ya da, gah da, yaxud və yaxud istərsə də. Bölüşdürmə bağlayıcıları nəyi formalaşdırır? Ya iki işdən birinin mümkünlüyünü, ya da ki, işlərin bir-birini əvəz etməyini. Baxın, deyirəm ki, gah gün çıxır, gah batır. Burada mürəkkəb cümlə formalaşdırmıram, yağış yağır da ola bilərdi. Burada nə olur? İşlər bir-birini əvəz edir. Gah gün çıxır, gah da batır. Və yaxud da ki, belə deyə bilərdim, gah gün çıxır, gah da yağış yağır. İki iş bir-birini əvəzləyir. Amma desəm ki, ya gəl, ya mən gəlirəm. Burada nə var? Burada iki işdən biri mümkündür. Yəni, ya sən gələcəksən, ya da mən gəlirəm ora. Deməli, iki işdən biri mümkündür. Yadınızda saxlayın. Və yenə də eyni struktur üzərində quruluruq. Ya da gəlirsə birinciyə dəymirik, gah da birinciyə dəymirik.
İstərsə fərqi yoxdur. İkili işlənənlərdə birinciyə dəymirik, ikincidən əvvəl vergül qoyuruq. Bu bizim bölüşdürmə bağlayıcılarının ümumi halıdır. Sonra keçirik 5-ciyə. Aydınlaşdırma. Aydınlaşdırma bağlayıcıları həm tabellik, həm tabesizlik bağlayıcılarında var. Tabellik bağlayıcılarındakı aydınlaşdırma, tabesizlik bağlayıcılarındakı aydınlaşdırmalar yəni və məsələndir. Məsələn. Yəni, məsələn bağlayıcıları əsas etibarilə düzdür. Bunlar həm aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlənin tərkiblərini də bağlayır. Bir də həmçin sözlərdə də iştirak edir. Yəni, bağlayıcısı nəzərdə qalsın. Həmçin sözlərdə. Həmçinin, yəni, deməli, əlavələrdə də biz yənidən istifadə etmiş oluruq. Bunları da yadınızda saxlayın. Deməli, biz nəyi fərqləndirməyə bacarmalıyıq? Artıq yer qalmadığına görə buradan yazacağım. Biz fərqləndirməyə bacarmalıyıq yənini həm ədat kimi, həm də bağlayıcı kimi. Necə fərqləndirməyə bacarmalıyıq? Əgər sual işarəsi varsa, sual məzmunu formalaşdırıbsa, onda artıq olacaq bu ədat. Yox, əgər aydınlaşdırma məzmunu formalaşdırıbsa, nəyinsə izahı, bu artıq aydınlaşdırma bağlayıcısı olacaq. Məsəl üçün deyirəm, yəni bunu bilmir. Burada bir dənə sual, yəni burada nə olacaq? Olacaq sual ədatı. Deyirəm ki, başa düş. Yəni düzgün düşün. Bu formada bir şey. Burada yəni nədir? Əvvəla özündən əvvəl vergül qoyulub, aydınlaşdırma bağlayıcılarının xüsusiyyətindən biri budur və ikincisi burada nə formalaşdırıb? Burada artıq nəyinsə izahını formalaşdırıb. Deməli, burada yəni nə olacaq? Aydınlaşdırma bağlayıcısı olacaq, nəzərdə qalsın. Eyni ilə də məsələn. Özündən əvvəl vergül tələb edir. Məsələndən sonra qoşa nöqtədə qoyulur. Daha sonra keçdik 6-cıya. Qarşılaşdırma bağlayıcıları olacaq bu. Qarşılaşdırma bağlayıcıları hansılardır? Amma, ancaq, fəqət, lakin, halbuki və isə. Bunlar oldu bizim qarşılaşdırma bağlayıcılarımız. Burada problemli bir şey yoxdur. Qarşılaşdırma bağlayıcıları özündən əvvəl vergül istəyir. İsə qarşılaşdırma bağlayıcısı olsa da qoşulduğu sözdən əvvəl vergül qoyulur. Nümunə verirəm. Hər kəs danışdı. Vergül. Amma, ancaq, fəqət, lakin və yaxud ki, halbuki də bura deyə bilərik, amma başqa bir cümlə daxilində, lakin o danışmadı. Amma mən bu cümləni isi ilə versəm, indi belə deyərdim, hamı danışdı, vergül onsuz da qoyulur. O isə danışmadı. Fikir verin, burada nə var? İsə qoşulduğu söz o-dan əvvəl vergül qoyulur. Bir də nəyə yadınızda saxlayacaqsınız? Bu isə ilə bağlı biraz maraqlı bir şeydir. Qarşılaşdırma funksiyası daşıyan bu amma, ancaq, lakin, fəqət, halbuki bunlar əsas etibarilə qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümləni formalaşdırır. Amma bəzən isə bunu formalaşdırmır. Yadınızda saxlayın ki, isə əgər amma, ancaq ilə bərabər, belə deyək, bunlara sinonim mövqedə dayanırsa, onda qarşılaşdırmadır. Məsəl üçün, deyirəm ki, hər kəs gəldi, o isə gəlmədi. Amma o gəlmədi. Burada qarşılaşdırma məzmunu var. Amma desəm ki, mən danışıram, siz isə qulaq asırsınız. Burada qarşılaşdırma yoxdur. Yəni, mən danışıram, amma siz qulaq asırsınız. Bunun nə adiyyəti var ki, bu məsələyə? Onsuz da mən danışanda siz qulaq asmalısınız da. Burada qarşılaşdırma yoxdur.
Nəzərdə qalsın məzmun olaraq. İndi ikinci məsələ nədən ibarətdir? İsə ilə bağlı. Yadınızda saxlayın ki, isə bəzən sözə bitişi də yazıla bilər və bu biraz qarışıqlıq əmələ gətirir. Külək əsdi, baxın, külək əsdi, vergül, bağdakı güllərsə, deyək ki, xəsər almadı. Deyək ki, zədələnmədi. Zədələnmədi. Fikir versiniz burada. Sizə belə bir cümlə verəcək və deyəcək ki, tabelsiz mürəkkəb cümlənin tərəfləri nə ilə bağlanıb indi? O üzü qabağa gedəndə. Siz baxacaqsınız ki, burada vergül var, intonasiya seçəcəksiniz, səhv olacaq. Niyə? Buradakı saniq diqqətinizdən qaçırdacaqsınız. Nəzərinizdə saxlayın ki, İsənin qarşılaşdırma bağlayıcı kimi sahəsi ayrı bir anlayışdır. İsə deməli, feilin şərt şəkli ayrı bir anlayışdır. İsə hissəcik ayrı bir anlayışdır. Onlar şərt məzmunu formalaşdırırlar, özündən sonra vergül qoyulur. Bunlarda isə özündən sonra vergül yoxdur. Sənin qoşulduğu sözlərdən əvvəl vergül olacaq. Bu sahəsi haqqında. İkinci məsələ nədən ibarətdir? Bizim bu ancaq sözümüz ancaq. Həm də ədat kimi işlənir. Ancaq həm ədat kimi, həm bağlayıcı kimi. Necə fərqləndirək? Ədat kimi işlədirsinizsə, bunu yalnızla əvəz edə bilərsiniz. Dalında yaza bilərəm. Bir, bircə, tək, təkcə, yalnız, ancaq sözlərlə əvəz olunarsa ədat olacaq. Ancağı amma sözü ilə əvəz edə biliriksə, sırf amma deyil də, amma, ancaq, fəqət, lakin sözləri ilə əvəz edə biliriksə, bağlayıcı olacaq. Nümunə daxilində baxaq. Ancaq sən bacaracaqsan. Bacararsan deyək. Elə bilək ki, bu elə belə də başlayıb. Yəni heç bir özündən əvvəl bir şey gəlməyib. Ancaq sən bacararsan. Burada yalnız sən bacararsan deyə bilirəm, ədatdır. Amma desəm ki, dedi gələcəm, ancaq gəlmədi. Aha, baxın burada. Dedi gələcəm, amma, fəqət, lakin gəlmədi. Deməli, burada bağlayıcıdır. Belə bir cümlə də düşə bilər. Burada da ehtiyatlı oluruq. Hamı danışdı. Ancaq o yox. Yəni, gəlin burada baxaq. Biz belə hansına birinci yanaşsaq səhv eləmiş olaraq. Baxın, hamı danışdı, yalnız o yox. Ancaq o yox, tək o yox, təkcə o yox, deməli bu ədatdır. Əla. Bəs belə deyə bilərəm, hamı danışdı, amma o yox, lakin o yox, fəqət o yox. Deməli, burada da bağlayıcıdır. Deməli, bəzi situasiyalar var ki, ancaq sözünə həm ədat, həm də bağlayıcı kimi düşünə bilirəm. Bu oldu bizim tabesizlik bağlayıcıları haqqında bilməli olduqlarımız. Təkrar edirəm, yadınızda saxlayın ki, tabesizlik bağlayıcılarından ilə heç vaxt mürəkkəb cümlənin tərəflərini bir-birinə bağlaya bilməz. Getdik. İndi danışırıq tabelilik bağlayıcılarından. Tabelilik bağlayıcıları nəyi bağlayırdı? Tabeli mürəkkəb cümlənin tərəflərini. Birinci olsun səbəb bağlayıcıları. Səbəb hansılardır? Çünki ona görə ki, buna görə ki, ona görə də və s. Bu belə. İkincisi, şərt. Əgər, hərgah, madam ki, bir halda ki, növbəti, güzəşt, hərçənd,
və hərçənd ki. Və sonuncu aydınlaşdırma. Biz görürük ki, artıq 2 dənə aydınlaşdırmanı gördük. Həm tabelikdə, həm tabesizdə. Tabelikdə isə ki və belə ki, bəli, həmin məşhur ki bağlayıcısı. Deməli, biz burada nəylərə fikir verməliyik mütləq şəkildə? Əvvəla nəzərinizdə saxlayın ki, bunlardan ayrıca danışacağım. Əvvəla nəzərinizdə saxlayın ki, səbəb, bunları artıq biz verməliyik. Səbəb, deməli, çünki daha sonra bir də aydınlaşdırma. Bunlar sadəcə əzbərləyin, bunlar sizin köməyinizə çatacaq. Bunlarda birinci baş cümlə, ikinci budaq cümlə gələcək. Budaq cümlə. Sonra qaldığı yerdə şərt və güzəşt. Bu ikisində isə artıq birinci budaq cümlə, ikinci baş cümlə gələcək. Mən bəzi hallardakı istisnaları nəzərə alınmış olar. Yəni, ibtidai bir şeydir bu. Bunu nəzərinizdə saxlayın, əzbərləyin bunları. Deməli, necə burada, nəyə görə çaşa bilərik? Əvvəla yadınızda saxlayın ki, çünki gəldi, ona görə ki, ona görə də özündən əvvəl vergül. Mən yazmıram. Çünki istəmirəm. Burada çünkidən əvvəl vergül. Bəs o gəlmədi. Ona görə ki, inciyib. Da götürüb burada ki'dən sonra vergül qoymuyor. Ne sonra demiyor. Müəllim, bu ki'dən sonra vergül olaq, ona görə vergül qoyduq. Xeyr, elə şey yoxdur. Burada ki yox deyir, burada ona görə ki var. Və özündən əvvəl vergül olmalıdır. Ən vacib nüanslardan biridir. Bunu yadınızda saxlayırsınız. Bu belə. Bu birinci. Qısa deyəcəm. Özündən əvvəl vergül. Əgər hərgah madam ki, bir halda ki, işləndiyi cümlə bitəndə vergül. İşləndiyi cümlə bitəndə vergül. Budaq cümlə bitəndə. Məsəl üçün, baxın. Əgər o danışsa, xoş olacaq. Xoş olacaq. Vergül harada olacaq? Danışsa, şərt şəklində olan birinci cümlə yekunlaşdı, vergülü qoyuruq. Digərlərində də eyni şeydir. Eyni ilə hərçənd. Hərçənd o bilir, amma susur. Baxaq, həm demişik, ammadan əvvəl vergül qoyulacaq, həm də deyirəm, hərçənd bitdiyi cümlədə vergül işlənməlidir. Çox sadə bir şeydir. Sonra keçdik ki, belə ki. Belə ki də hər iki tərəfdə vergül. Dünya, deyək ki, qəzəblidir. Qəzəblidir. Vergül. Belə ki, bir də vergül. Deyək ki, cinayət artır. Bu formada. Hər iki tərəfdə vergül. Ki gələndə ki'dən sonra vergül qoyulmalıdır. Sadə şəkildə. Anlayır ki, bunu bacaracaq. Ki'dən sonra vergül və özündən sonra cümlə istəyir. Gəldik buradakı çətin məqamlardan birinə. Ki nədir? Ki amonim ola bilir, həm ədat kimi işlənə bilir ki, həm də bağlayıcı kimi işlənə bilir ki. Biz necə bunu fərqləndirəcəyik? Ən sadə üsullardan birini deyirəm. Ki ədat olanda da bəzən vergül qoyulur, amma sizə bu düşməyəcək də rahat şəkildə. Vergül varsa, siz ki'ni bağlayıcı kimi götürməyə çalışın. Yenə də deyirəm, sizə ədat kimi ola bilər ki, ki'dən sonra vergül qoyulsun və ki ədat olsun, amma bu sizə düşmür də, buraxılışa belə bir şey düşməz. Hələ ki görməmişəm. Hər ehtimala qarşı belə bir şeyi nəzərdə saxlayın. Ən çox düşən budur. Şəxs əvəzliyi üstə gəlinsin ki,
Buradakı ki ədaddır, bir mənalı. Ki cümlələri bir-birinə bağlaya bilmir. O funksiyanı yerinə yetirmir. Bağlayıcı olaraq isə əvvəla kidən sonra vergül işarəsi qoyulmalıdır. İkincisi, iki cümləni mütləq şəkildə bir-birinə bağlamağa xidmət eləməlidir. Yəni, ki varsa, özündən sonra bir dənə nəsə tələb eləyir. Məsəl üçün, de ki, bu de ki ilə cümləni qutara bilərəm. De ki, nə? Nəyi deyim? Gözü sual tələb edir. Nəyi deyim? De ki, anlayıram. Buradakı ki nə olacaq? Buradakı ki olacaq, bağlayacaq. Amma baxın, o ki bacarır və yaxud da ki, mən ki bilirəm. Burada ki nə olacaq? Burada ki olacaq ədad. Sonra, ki'dən sonra sual işarəsi qoyularsa, ki sual ədaddır. Sadə. Yazmır ki, sual. Bu ki ilə sual bitdi də. Ki ilə bağlayıcı olan ki ilə cümlə bitə bilməz. Mümkün deyil. Bağlayıcı iki cümləni bir-birinə bağlayır. Gəlmirsən ki, yaxud da ki, gəlirsən ki, burada da bir dənə sual. Bu da olacaq bizim ədadımız. Sadə, gözəl şəkildə bu bizim bağlayıcı haqqında bilməli olduqlarımızdır.